Слава Україні! Слава Україні! Слава Україні! Rusiya ilə mübadilə nəticəsində Ukraynanın 175 hərbi əsiri evinə dönüb. Слава Україні! Aloniya, nəsə söylə. Kreml ilə Ağ Ev arasında əldə olunan razılaşmaya görə Ukrayna öz hərbi əsirlərini eyni sayda Rus əsirlərlə mübadilə edib. Xoş gəlmisiniz, hər kəs evində xoş gördük. Gözümə baxa bilərsən, əllərini arxada saxlama. Дякую. Вибачте, це звичка. Çox sağ ol, üzürlü sayın, bu əsirlikdən qalma adətdir. Biz 3 il ərzində döyülüb alçaldılmışıq. Ганяли, били, знущалися. Таке. Siz hansı briqadadansınız? Я 110-та Zaporojye şəhərinin ərazi müdafiəsinin 110-cu briqadası, 116-cı batalyonu, 2-ci bölük 3-cü taqım, felçer. медик 3-го взводу. Siz tibb işçisisiniz? Бойовий медик. Felçer, 17 aprel 2022-ci ildə Priyotni kəndində əsir götürülmüşəm. 22-го року. Я щасливий. Çox xoşbəxtəm, amma hələ də bunun gerçək olduğuna inana bilmirəm. Не повністю вірю в це все. Ukrayna bayrağını görənədək buna inana bilmirdim. Amma bayrağı görən kimi diz çöküb öpdüm və anladım ki, evdəyəm. Buna əlavə olaraq Rusiya Ukrayna hərbi qüvvələrinin əsirlikdə olan 22 ağır yaralı hərbçisini də təhvil verib. Ukrayna prezidenti Vladimir Zelenski bu hadisəni müharibənin ən böyük mübadilərindən biri adlandırıb. Дякуємо, що ви нас чекали.